Axşamınız xeyir dostlar. Bu dəfə də baxırıq sertifikasiya imtahanında istifadə olunmuş suallara. Başlayaq birinci sualdan. J qravitasiya sabitinin vahidi hansıdır? Burada variantlar verilməyib. Biz özümüz açacağıq. Yəqin orada biraz fərqlər ola bilər. Məsələn, J üçün yazsaq F bərabərdir. J vurulsun M1 vur M2, yəni kiçik M-dən söhbət gedir. R-in kvadratı. Buradan J-ni təkcə saxlamaq üçün R kvadratını bu tərəfə vurma kimi atsaq, M-ləri də bölmə kimi ata bilərik. Bu bizə verəcək J-ni. İndi burada bu cür yəqin ki, verməyəcəklər cavabı. F-i atsaq Newtonun yerində. Məsələn, R-in kvadratının yerində olacaq metrin kvadratı. F-i açırıq, F-in yerində Newton var. Yəni MA. Orada var kiloqram. Təcilin də yerində metr bölünsün, saniyənin kvadratı. Burada da var kütlələrin kiloqram, bu deyilir kiloqramın kvadratı. Burada indi sadələşdirə bilərsiniz. Yenə deyirəm, variantda nə cür olduğunu bilmirik. Ola bilər ki, eləcə Newtonla da versin, heç bu qədər açmasın. İndi burada atsaq kiloqramdan biri qalır. Metr üzərindən metrin kubu, aşağıda var saniyənin kvadratı və kiloqram. İkinci sualda mexaniki gərginliyin vahidi hansıdır? Mexaniki gərginliyin düsturunu əvvəlcə yazaq. F bölünsün S. Burada nə görürsünüz? Bu həm də nəyin düsturu idi? Təzyiqin düsturu. Yəni mexaniki gərginliyin vahidi də təzyiqdə olduğu kimi Paskaldır. Sadəcə olaraq indi yenə deyirəm, variantda fərqli ola bilər. Hətta bunun da açılışını istəyə bilər. Məsələn, deyək ki, Newton bölünsün metrin kvadratı ola bilər və ya burada Newtonun özünü də aça bilərsiniz. Varianta görə hərəkət eləyəsiniz. Üçüncü sualda termoelektron emissiya hadisəsi nəyə deyilir? Burada deməli metalı qızdırdıqda onun səthindən elektronların ayrılıb çıxması hadisəsi termoelektron emissiya hadisəsi adlanır. Da bunlar nəzəri hissədir. Mütləq əzberlənməlidir. Dördüncü sualda elektroskop nə üçün istifadə olunur? Elektriklənmənin olub-olmadığını müəyyən eləmək üçün. Yəni yüklənmə varmı, yoxmu? Ola bilər ki, orada deyər yükün miqdarını, yox, xeyr, yükün miqdarını təyin eləmir. Yəni orada müəyyən eləyir görüm elektriklənmə var və ya yox. İndi orada yenə də cavaba uyğun bir cavab götürərsiniz. Cümlə çünki fərqli ola bilər nisbətən. Beşinci sualda cisim sabit 10 Newtonluq qüvvənin istiqamətində 5 metr yerdəyişmə edirsə, buna əsasən görülən işi tapın. Əvvəla burada bizə bir məlumat verir ki, qüvvənin istiqamətində. Bu o deməkdir ki, görülən iş müsbət olacaq. Buradan da F-in yerinə yazıram 10, S-in yerinə yazıram 5. Baxın, sürtünmə nəzərə alınmır. Əgər nəzərə alınsaydı, onu da hesaba qatmalı olardıq. Bu da eləyir 50 Newton, 50 joule görülən iş. 6-cı sualda, deməli ardıcıl tutumlar verib. Mən çalışacağam ki, suallar üstündə bəzi əlavə məlumatlar da verim ki, bax tutumlar əgər ardıcıl olanda biz onu nə edirik və eynidirsə, baxın hər ikisi üçün 2S deyir bizə. Eyni olanda götürürük bir dənəsini, bölürük sayına, neçə dənədirsə. Paralel olanda götürürük bir dənəsini, vururuq sayına. İndi burada ardıcıllıq var deyən birini götürürük. Yəni, bax bu 2S-ni götürdük, bölürük sayına 1, 2. Buradan da ixtisar gedir, yerdə 1S qalır. Ümumi tutumumuz olur 1S. Gəldik 7-ci suala. Deməli, riostat suallarını necə işləyirik? Riostatın bax, əsas baxırıq bu qulp tərəfinə, görürsünüzmü? Bax, riostatın bu qulp tərəfində uzunluğu buna görə müəyyən edirik. Məsələn, hal-hazırda bunun uzunluğu bu qədərdir, görürsünüzmü? Bax, bu qədər. Sonra deyir ki, sağa sürüşdür. Sağa sürüşdürəndə uzunluq neyniyəcək? Artacaq. Uzunluq artdı mı, müqavimət də artacaq. Niyə? Çünki müqavimət bərabər idi rho L S düsturuna əsasən uzunluqla düz asılıdır. Müqavimət artanda cərəyan şiddəti neyniyər? Azalar. Cərəyan şiddəti də bərabərdir U bölünsün R düsturuna əsasən. Deməli, sağa sürüşdürsə cərəyan şiddətimiz azalacaq. Məsələn, burada gərginlik desəydi dəyişməz deyərdik. Çünki görürsünüz ki, mənbəni bizə sabit veriblər. 8-ci sualda. Müqavimətləri verilən şəkildəki elektrik dövrəsində birinci voltmetrin göstərişi 6 olarsa, ikinci voltmetrin göstərişi nəyə bərabər olar? Hal-hazırda birinci voltmetr nəyi ölçür? Bax, bu hissəni ölçür. İkinci voltmetr nəyi ölçür? Bax, bunun ikisini komple birlikdə ölçür. İndi voltmetr U bərabərdir IR-dən. Baxıram ki, bu ardıcıl birləşmə olduğuna görə cərəyan şiddəti hər yerdə eynidir. Görürsünüzmü? Ona görə gərginlik müqavimətlə düz asılıdır. İndi baxaq, əgər R müqavimət üçün gərginliyi mənə 6 veribsə, burada da ardıcıllıq var. Ardıcıl olanda müqavimətləri neynirdim? Toplayırdıq. 2 və 3-ü topladım, elədi 5. Onda yaxşı, bəs 5 dənə R üçün gərginlik nəyə bərabər olar? Çarpaz vururuq tənasüb şəklində. 5 R-i
Vururuq 6-ya, bölürük R-ə. Buradan R-lər ixtisar gedir. 5 vurulsun 6-dan 7-də qalır 30. Deməli, volt 2-nin göstərişi 30-a bərabərdir. Yox, əgər bizdə ümumi mənbəni soruşsa, məsələn, deyərdi ki, mənbənin gərginliyi nəyə bərabərdir? Onda bax, bu 6 ilə həmin 30-u toplayıb 36 deyərdik. Buna da diqqət eləyərsiniz. 9-cu sualda. Aha, burada sualda bizə nə deyir? H hündürlükdəki biznes mayek vardır. Kranı açanda hər bir boruda da təzyiqlər bərabərləşəndən sonra maye sütununun hündürlüyünü, yekun hündürlüyü soruşursa, bunun düsturu necə yazırsınız? Götürürsünüz ümumi sahələrin cəmini məxrəcə yazırsınız. 4S, 1S topladım, oldu 5 dənə S. Sürətdə isə dolu olanın sahəsini yazırsınız sadəcə olaraq 4S. Və salam, S-lər ixtisar getdi, yerdə qaldı 4 bölünsün 5. İndi yenə də cavabı ola bilər 0,8 ilə də verər. Orada artıq vəziyyət dəyişəcək. Sonra gəlirik 10-cu suala. Bu tip suallar baxın, hər il miqdərdə düşür. Sertifikasiyada da düşüb bu artıq ikinci səfərdir. Yəni böyük ehtimal ki, yenə də düşə bilər. Ona görə burada diqqətli olacağıq. Deməli bizə belə bir qrafik verir və qrafikdə bir dənə çəmlik olur. Görürsünüzmü? Bax, buradakı başlanğıc sürəti bizə kəm verir. Bəzən də son sürəti vermir. Bunu indi əvvəlcə gəlin, bax, başlanğıc sürəti tapaq qoyaq yerinə, ondan sonra sualı yenidən incələyək. Əvvəla, baxıram ki, burada başlanğıcı necə tapa bilərik? 2 yolla tapa bilərik. Bir təcili tapıb elə yerinə qoya bilərik və bir də oxşar üçbucaqlarla işləyə bilərik. Mən çalışacağım indi iki variantın ikisini də istifadə edeyim. Birincisi oxşar üçbucaqlarla. Baxın, bax, burada birinci üçbucaq var və ikinci üçbucaq var. Birincinin bax, bu uzunluğu var, kateti bir tərəfin uzunluğu 5-dir, görürsünüz 0-dan 5-ə gəlib. Bu tərəf isə 5-dən 8-ə gəlib 3-dür. Biri 5-dir, biri 3-dür, görürsünüzmü? 5-in 3-ə nisbətində. İndi gəlirəm bunların H hündürlüklərinə. H hündürlükləri də eynən 5-in 3-ə nisbətində olacaq. Belə deyim də, bir katetdə birincinin kateti bölünsün ikincinin kateti bərabər olacaq birincinin hündürlüyü bölünsün ikincinin hündürlüyünə, yəni düz asılıdır. Kateti hündürlük demək doğru olmaz, çünki ikisi də onsuz da katetdir, yəni anlaşılsın deyə deyirəm. Buradan birincinin katetinə 5 desək, ikinciyə də 3 desək, gəlirəm. İkincinin hündürlüyü 6-dırsa, birincini tapırıq buradan. Buradan da 5 vurulsun 6 bölünsün 3-dən eləyəcək 10. Deməli, buradakı qiymətimiz 10-a bərabərdir. Və yaxud da bu qədər dərinə getmək istəmirsinizsə, gözləyin bizə dəqiqə. Məsələn, baxın, bura 3-dür, düzdürmü? Bunun bir tərəfi 3-dür, bir tərəfi 6-dır. Neçə dəfə böyükdür 6 3-dən? 2 dəfə. Onda bu da 2 dəfə böyük olacaq. 5 buradırsa 5 vurulsun 2-dən, onda bu tərəf olacaq. Bu oldu oxşar üçbucaqlarla. İndi gəlin bir dəfə də lap düsturla. Düsturla onsuz da bilirsiniz, təcil yolu ilə taparsınız. Əsas bu yol daha rahatdır. Sonra onu tapdıq. İndi gəlin sualı baxaq, bir dəfə də sualı oxuyaq yenidən. Bax, bura bizə 10 veribdir. Bizə deyir ki, başlanğıc koordinat 24-dür. Bir dənə x oxu çəkirəm. Və burada 24-dən başlayır cisim hərəkətə. Bir A cismi 24-dən hərəkətə başlayır. Birinci halda bu hərəkət x ox istiqamətindədir. Yəni, bu istiqamətdə hərəkət edir. Baxıram, görüm nə qədər hərəkət eləyib, nə qədər məsafə qət eləyib. Baxın, burada fiqurun sahəsi qədər. 10 vurulsun 5 bölünsün 2-dən 25 metr məsafə qət eləyib. Buradan gəlib 25 metr. 24-ün üstünə də 25 gəlirik, eləyir 49. Gəldi, dayandı 49-da. Sonra, ikinci halda isə fiqur aşağıdadır, yəni mənfidədir. İndi bu halda artıq geri qayıdır, görürsünüzmü? İndi sol tərəfə, x oxun əksi istiqamətində geri qayıdır. Baxaq görək nə qədər geri qayıdacaq. Buradan bura qədər 3-dür, buradan bura qədər 6-dır. Bunun fiqurun sahəsi də bizə verəcək 3 vurulsun 2-dən, yox, 3 vurulsun 2-dən 9. Deməli, 49-dan da 9-u çıxdım, gəldi, durdu 40-da. Yekunda bu adam gəldi 40 nöqtəsində dayandı. Bax, ən axırda 40-dadır. İndi gəlin şərtimizi oxuyaq. Deyir ki, cisim koordinat başlanğıcından keçərkən, koordinat başlanğıcı hardadır? Bax, 0 nöqtəsində. Bu cisim 40-dadır. Koordinat başlanğıcına gəlib çatmaq üçün 40 metr məsafə qət etməlidir. Hansı istiqamətdə? X oxunun əksi istiqamətdə, yəni 0-dan aşağıda. Və salam, 40 metri bildiyi artıq. Da buranı silə bilərəm. Ümumiyyətlə sildik buranı. Bu 40 metr məsafə qət edəcək. Yəni, inlə belə bunu artıraq. İnlə belə.
Bu 40 metr məsafə qət edəcək. Buradan bura fiqurun sahəsi 9 deyil. Burada 40 olanda ümumilikdə fiqurumuzun sahəsi 49 olmalıdır. Gözləyin, bunu mən bir qəşəng düzəldim. Fiqurun ümumilikdə sahəsi olmalıdır 49. Gəlin indi necə eləyək? Bax, buradan bura qədər. Deməli, biz bayaq dedik ki, 3 burada, 6 burada. 2-nin 1-ə nisbətindədirsə, onda bu tərəf x-dırsa, bu tərəf olacaq 2x. Və yekunda fiqurun sahəsini tapanda x vurulsun 2x, katetləri vururduq bir-birinə. Bir dəqiqə qarışdı vəziyyət. X vurulsun 2x, bölünsün 2. Katetləri bir-birinə vurub 2-yə bölürdük. Bizə fiqurun sahəsini verirdi. Buradan da x-lar ixtisar gedəndə, 2-lər daha doğrusu, x-in kvadratı bizə 49 verirsə, deməli x bərabərdir nəyə? 7-yə. Onda bu tərəf olacaq 7, bu tərəfdə olacaq 2x-dan 14. Bizdən də nəyi soruşur? Elə sürəti soruşur. Yəni, bu sürət buradakıdır da, son sürətdə oldu 14. Düsturla edə bilərsiniz, bəli, düsturla da edərsiniz. Hər halda bu sual biraz uzun olacaq, vaxt aparan sualdır. Yəni, oturub bir saniyədə olması bir şey deyil. 11-ci sualda. 11-ci sualda bu şəklin götürüb qəşəng həmin vərəqi qayda kitabında qoyun qarşınıza, bizə əzbərləyin. Çünki çox vacib hissədir. Hər ildə düşür, istər qəbul olsun, istər sertifikasiya, lap elə MİQ-in özündədir. Keçək suala. Elektromaqnit dalğalarını səs dalğalarına çevirən qurğu olacaq 3-cü. Yenə deyirəm, bunları əzbərləməlisiniz. Yəni, məntiqlə nəyinəsə bir şeyini yadda saxlamaq olmur. 12-ci sualda. Hər birinin çəkisi 10 Newton olan bloklarla qurulan şəkildəki sistem tarazlıqdadır. Yəni, burada artıq blokların özünün də çəkisi var. Birinci blok tərpənməz olduğuna görə bu blokun çəkisi hesaba alınmır. Burada isə blokun çəkisi 10 Newtondur. İndi bizdən P2 cisminin çəkisini soruşur ümumilikdə. Baxın indi, burada P2-nin çəkisi var, bir dənə P çəki var. Və gəlirəm, burada da 10 var, düzdürmü? Bu P2-nin çəkisi də bu 10-da toplanır, 2-yə bölünür. P üstə gəlsin 10, bölürəm 2-yə, mənə verəcək 40 Newtonu. Deyirsiniz ki, nə üçün 2-yə böldük? Çünki burada baxın, tərpənən blokdur və qüvvədə 2 dəfə qazanc verməlidir. Onda P üstə gəlsin 10, bərabərdir 80-ə, P də bərabərdir 70-ə. Xeyr, dəyişmir. Niyə? Çünki biz demişdik, doymuş buxar varsa, temperaturdur, təzyiq idi, sıxlıq idi və konsentrasiya idi. Bunlar birlikdə hərəkət edirdilər. Əgər temperatur sabitdirsə, bunun hamısı birlikdə sabit qalmalı idi. Onda izotermik kəlməsi varsa, təzyiq də sabit qalmalı idi. Ona görə bu dəyişmir. Bəli, dəyişmir yazıblar. Biri götürdük. Sonra izotermik sıxlıqda təzyiq azalır, yanlışdır. Öz mayesi ilə dinamik tarazlıqdadır. Bəli, bunu da götürə bilirik. 17-ci suala baxaq. Hərəkət tənliyi verilmiş bu iki cisim var. Cisimlər hansı zamanda görüşürlər? Görüşməyə necə edirdik? Tənlikləri bərabərləşdirirdik. 10 çıxılsın 4, daha doğrusu T bərabərdir 10 üstə gəlsin 4T. Buradan da topladıq, elədi. Bircə dəqiqə. 40-dır bu. Səhv edirəm. 30 bərabərdir. Bunu da bu tərəfə toplama kimi atanda 5 dənə T-yə, T də bərabərdir 6-ya. Deməli, 6-cı saniyədə bunlar neyniyər? Görüşər. Gəldik 18-ci suala. Çəkisiz iplə bağlanmış maqnitlər bir-birini cəzb edirlər və tarazlıqdadırlar. Maqnitlərin A və B qütbləri eynidir. Maqnitlərin A və B qütbləri eynidir. Maqnitlərin A və B qütbləri... Bu şeydir, cavablar da artıq. Aha, tarazlıqdadırlarsa, çəksiz iplə bağlanmış maqnitlər bir-birlərini cəzb edirlər və tarazlıqdadırlar. Əvvəla cəzb etmə varsa, deməli bunların bax A, B qütbü əks qütblərdir. Görürsünüzmü? Ki, bir-birlərini cəzb edirlər. Ona görə eyni olanı götürə bilmərik. A və B qütbləri müxtəlif olacaq. Sonra, iplərdəki gərilmə qüvvələri hansı daha böyükdür? Bax, iki dənə maqnit arasındakı qarşılıqlı təsir qüvvəsi varsa, bunların bir-birini çəkən o cazibə qüvvəsi bərabərdir. F1 bərabərdir F2-yə. Ona görə də buradakı T1 gərilmə qüvvəsi ilə T2 bir-birinə bərabər olmalıdır. Çünki F-lər də bir-birinə bərabərdir. Bu da var yalnız 4-cüdə. 2-nin və 4-ün olduğu variantlarda. 19-cu sualda fotoeffekt hadisəsi zamanı katod metalı
üzərinə düşən fotonun dalğa uzunluğu qırmızı sərhəd dalğa uzunluğundan 4 dəfə azdırsa, qopan fotoelektronların maksimal kinetik enerjiləri 3 olduğuna görə fotonun enerjisi və katodun metalın çıxış işinə... Aha, neysə, baxaq. Deməli, əvvəla enerjimizi, düsturumuzu yazaq. Enerji bərabər idi. A çıxış, üstə gəlsin Y kinetik. Bir tərəfdən də qeyd edək ki, A çıxış bərabərdir. Qırmızı sərhəd. HC lambda. Qırmızı sərhəd. Aha. Deməli, deyir ki, fotoeffekt hadisəsi zamanı katodun metalı üzərinə düşən fotonun dalğa uzunluğu qırmızı sərhəd dalğa uzunluğundan 4 dəfə azdır. Bax, burada Y-nin yerinə, enerjinin yerinə yazıram. Bax, bunun yerinə. HC deyir ki, bunun dalğa uzunluğu qırmızı sərhəddən 4 dəfə az olduğuna görə, bura lambda yazmıram, 4 dəfə az olduğuna görə 4-ə böləcəm, 4-də yuxarı çıxdı. Bərabərdir. A çıxış işini isə qırmızı sərhəd yerinə yazıram. HC bölünsün lambda. Üstə gəlsin, Y kinetikin də yerinə 3 yazırıq. Burada 4 dənə HC böl lambdadan 1 dənə HC böl lambdanı çıxanda yerdə qalır 3 dənə HC bölünsün lambda bərabər olur 3-ə. Sonra nə soruşur bizdən? Fotonun enerjisi və katod metalının çıxış işini hesablayın. Onda, əgər burada bu üçü də bu yana, bax, bu üçlər ixtisar getsə, buradan, bu qırmızı sərhəddir bu arada, mən sizə deyim ki, qırmızı sərhəd nəyə bərabər olmuş oldu? Eləcə 1-ə. Yəni, A çıxış işi 1-ə bərabərdir. A çıxış işi bərabərdirsə 1-ə, onda enerji nəyə bərabərdir? Baxın, bayaq dedik ki, bundan 4 dəfə azdırsa lambda. Deməli, enerji A çıxış işindən 4 dəfə böyük olur. Onda A çıxış işi 1-dirsə, fotonun enerjisi 4 dəfə böyük olacaq, olacaq 4. Biri oldu 1, digəri oldu 4. 20-ci sualda. Baxın, çevrə üzrə hərəkətdə bizə bir dərəcə veribsə, mütləq yolumuz perioddan keçəcək. Baxaq indi, deyir A-dan B-yə gələndə 1 saniyə keçir. Baxın, 45 dərəcə dönüb cəmi. 45 dərəcəni 1 saniyədə dönürsə, onda 360 dərəcəni neçə saniyədə dönər? Buradan tənasüb qurub periodu tapırıq. Period 360 dərəcə dönməkdir də bilirsiniz. Onda 360-ı böləcəm 45-ə və bu mənə period verəcək. Bu bərabərdir perioda. Davam eləyək, sonra görək nə istəyir bizdən. Cismin radiusunu da 8 verib. Buna əsasən cismin xətti sürətini hesablayın. Xətti sürət bərabərdir 2 pi r bölünsün period. Burada da period var əlimizdə, düzdürmü? İndi pi-ni verməyiblər, böyük ehtimal ki, pi-ni kənardan 3 verəcəklər. Hələ ki 3 kimi yerinə qoyaq, çünki biraz suallarda, variantlarda filan kəmliklər var. 2 pi-nin yerinə şərti olaraq 3 yazsaq, r-i bizə 8 veriblər. Periodun da yerinə bu ifadəni yazıram. 360 aşağıda olur, 45 yuxarıda. Sonra başlayırıq artıq buradan ixtisarlarımızı aparmağa. Məsələn, burada 6 ixtisar gedəndə burada qalır 60. Sonra burada nə var başqa? Məsələn, 60-ı 5-ə bölürük, qalır 12. 45-i 5-ə bölürük, qalır 9. Sonra 3-ə 4, 3-ə 3, 2, 2 vurulsun 3-dən 6. Növbəti sual. Verilmiş sarğacdan keçən cərəyan şiddətini 4 dəfə azaltsaq, maqnit sahəsinin enerjisi necə dəyişər? Cərəyan şiddətini 4 dəfə azaltsaq, deməli biz maqnit enerjisinin elə bir düsturunu yazmalıyıq ki, içində cərəyan şiddəti və bax bu L olsun. Hansıdır o? L I kvadrata bölünsün 2. Və görürəm ki, enerji cərəyan şiddəti ilə kvadratik asılıdır. Əgər cərəyan şiddəti 4 dəfə azalanda, enerji 16 dəfə azalacaq. 22-ci sualda sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun lövhələri arasındakı məsafəni 2 dəfə artıranda S bərabərdir epsilon 0 S bölünmüş D-dən. Əgər məsafəni 2 dəfə artırsaq, tutum 2 dəfə azalar. Çünki tərs asılıdır. Sonra enerjini soruşur bizdən. İndi enerjinin hansı düsturunu yazaram? Sabit gərginlik kəlməsi varsa. C u kvadrata bölünsün 2.
və enerji tutumla düz asılıdır. Əgər tutum 2 dəfə azalıbsa, deməli enerji də 2 dəfə azalacaq. 23-cü sualda müsbət Q0 yükünün yaratdığı elektrik sahəsində mənfi Q yükü KLMNK falan qapalı trayektoriya üzrə hərəkət edir. Trayektoriyanın hansı hissəsində mənfi Q yükünün gördüyü iş sıfıra bərabərdir? Bax, yadınızda saxlayın. Sıfırı soruşursa bizdə, deməli, bax, bu çevrənin üzəri ilə hərəkət edəcək. Yəni, bir çevrədən digər çevrəyə keçid eləməyəcək. Yer dəyişməyəcək. Bax, hal-hazırda N-dən K-ya gedir. N-dən N-dən gedir K-ya sağa. Deməli, çevrə dəyişməyibdir. Deməli, burada görülən iş sıfıra bərabərdir. Sonra, L-dən M-ə gəlibsə, deməli, çevrə dəyişməyib və burada da görülən iş sıfıra bərabərdir. Nə zaman görülən iş müsbət olur? O, yeyinləşmə varsa. Məsələn, mənfi yük bura gələndə, içəriyə doğru, müsbətə doğru gələndə yeniləşən olur. Orada müsbət iş görülür. Ancaq bu tərəfə gedəndə yavaşlayan olur deyə mənfi iş görülür və o sonraki prosesdə əslində onu dərslərdə çoxluca danışmışıq. Sadəcə sıfırı soruşur və çevrə üzərində hərəkəti sıfır götürürük, eyni çevrə üzərində. İsladan mayyəli kapilyar borunun radiusunu 2 dəfə azaltsaq, kapilyar boruda qalxan mayyənin hündürlüyü necə dəyişər? Kapilyar boru suallarında kütlə soruşursa, radiusla düz aslı götürürük. H soruşursa, radiusla tərs aslı götürürük. Bizdən nəyi soruşur? Deyir ki, radius 2 dəfə azalanda hündürlük necə dəyişər? Axı, hündürlüyü tərs götürürdük. Deməli, hündürlük 2 dəfə artacaq. Sonsuz uzunluqlu üzərində cərəyan axan naqilə bir cins maqnit sahəsində təsir edən amper qüvvəsinin istiqamətini tapaq. Əvvəla, deməli, biz nə edək burada? Bir induksiya var. Naqilə bir cins maqnit sahəsində təsir edən amper qüvvəsinin istiqamətini müəyyən edək. Amper qüvvəsini gəlin sol ələ görə müəyyən edək. Götürdük sol əli. Nöqtə olduğuna görə sol əlin içinə baxırıq. Cərəyan şiddəti də bizə 4 barmaq göstərdiyinə görə. Bu da 4 barmaqdır. Onda görəcəyik ki, baş barmaq aşağı düşür. Deməli, amper qüvvəmiz də aşağı istiqamətdə olacaq. Gəldik 26-cı suala. Bir cins B maqnit sahəsinə V sürəti ilə atılan yüklü zərrəcik E radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Buna əsasən zərrəciyin xüsusi yükünü müəyyən edin. Baxın, bu biznes məsələsi yüklü zərrəcik söhbətində 3-4 dənə vacib düstur var ki, bunu istəyir abituriyentlər olsun, istəyir MİQ olsun, istəyir sertifikasiya olsun. Bunu əzbərləmək məcburiyyətindəyik. Başqa variant yoxdur. İmtahan verəsinizsə mütləq əzbərləyin. Birincisi hansıdır? R bərabərdir MV bölünsün QB-yə. Buradan, indi bunu çevirib çıxara da bilərsiniz. Məsələn, MV-nin yerinə impuls yazarsınız, kinetik enerji yazarsınız ki, onları da əzbər bilməlisiniz də, yəqin ki, bilirsiniz. Çox dərinə getməyəcəm. Məsələn, burada bax, Q' nəyə bərabər idi? Xüsusi yük bərabər idi. Q bölünsün M-ə, yadınızdadırmı? Bax, bu düstur ikinci hissənin birinci mövzusundaydı. Buradan Q' var. Bax, bu Q-nü M-ə böləndə bu getdi, aşağıda bir dənə Q', xüsusi yük düşdü. Görürsünüzmü? Onda xüsusi yük nəyə bərabər olmuş oldu? Xüsusi yük bərabər oldu V bölünsün BR. Görürsünüzmü? Sonra, məsələn, periodun düsturunu 2 pm bölünsün QB-yə. Sonra tezlikdə bunun tərsidir, tam tərsi. QB qalxır yuxarı, 2 pm düşür aşağı. Sonra bir də var təcilin düsturu. A bərabərdir QVB bölünsün M-ə. Bu düsturlar şərtdir. Bunları qəşəngcə götürürsünüz, əzbərləyirsiniz. Hətta çıxarışını bilsəz daha gözəl olar. Yəni mütləq əzbər bilinməlidir də bir sözlə. Gəldik 27-ci suala. Rəqs konturundakı cərəyan şiddətinin amplitud qiymətinin xarici gərginliyin dövrü tezliyindən asılı qrafiki verilmişdir. Buna əsasən məxsusi rəqslərin periodunu təyin edin. Aha, period nəyə bərabər idi? Cərəyan şiddəti var burada. Gəlin belə eləyək. Imax var, omega var, pi varsa. Periodun hansı düsturunu istifadə eləyək bizə dəqiq? Burada heç Imax'ın əslində yeri yox imiş. Niyə? Çünki baxın, omega bərabər idi 2pi bölünsün perioddan. Period da bərabərdir 2pi bölünsün omega deyil. Elə buradan bunları bir-birindən çıxara bilirik. 2pi'nin yerinə 3 veriblər. 3 yazıram. Omega'nın yerinə isə, bax bu tən ortada təpədəki omeganı götürün həmişə. 0,4. Buradan ixtisar elədik 0,4-dən 2-yə oldu 2. 0,2. Bu da elədi 30 bölünsün 2-dən 15.
Period bərabər oldu 15-ə. Sonra gəldik belə bir mali müstəvi sualı var ki, bunu arizada neçə dəfə çəkmişəm, bunun üstündə çoxluca işləmişik. Sürtünmə əmsal, belə mali müstəvi sualları varsa, mütləq bu ardıcılığa diqqət edirsiniz dostlar. Birincisi, mg sinus alfanı mütləq şəkildə qeyd edirik. Bunu aşağıya doğru bir dənə mg sinus alfası var. mg sinus alfa. Gəlin mg sinus alfanı tapaq. mg-nin yerində var 10 vurulsun 10-dan 100. Sinus alfa nəyə bərabərdir? Qarşı kateti bölürük uzunluğa. 3-ü böldük 5-ə. 3 bölünsün 5-dən. İxtisar eləyəcək 20 vurulsun 3-dən 60. Sinus alfamız 60-a bərabərdir. Bunu qeyd elədik. İkinci addım. Sürtünmə qüvvəsi varmı, yoxmu? Baxıram ki, var. Problem deyil. Onda istiqamətini müəyyən eləyirik. Əgər cisim yuxarı dartılırsa, deməli sürtünmə qüvvəsi onun əksinə, aşağıya doğru olacaq. Sonra sürtünmə qüvvəsi nədədir, qiyməti necə idi? Μmg kosinus alfa. Kos alfa. İndi gəlin sürtünmə qüvvəsi nədədir, qiymətini yazaq. Deməli, bunu sürtünməyə keçməmişdən əvvəl burada 5 var, burada 3 varsa, demək ki, mütləq burada da 4 var. İndi gəlirəm, m-nin yerinə yazıram 0,2, m-in yerinə yazıram 10, j-nin yerinə yazıram 10, kosinus alfanın da yerinə, baxın, qonşu tərəf bölünsün uzunluq. Yəni 4 bölünsün 5 yazıram. Buradan ixtisarlarımızı aparaq. 2 dəfə 2-nin 4, 4 dəfə 4-ün 16. Deməli, kosinus alfa nə deyil? Sürtünmə qüvvəmizdə 16-ya bərabər olmuş oldu. Bunu da qeyd elədik. Sonra bizə deyir ki, 100 Newtonla yuxarıya özünün qüvvəsi var. Okey, problem deyil o. Buna əsasən cisim hansı təcillə hərəkət edər? Baxın, yuxarıya dartılırsa cisim, 100, baxıram ki, bunlardan böyükdür. 100-dən sıxıram, bu aşağıda eyni getdiyinə görə bunları topladım. 16 və 60-ı, 76-nı bərabər eləyirəm 24-ə. Yox, 24 yox, bir dəqiqə, M-anı yazım elə. Bərabər eləyirəm M-A-ya. Burada da var 24 bərabərdir. M-in yerində var 10, A-nı tapırıq biz burada. A-nı A-da böləndə olacaq 2,4. Bu da oldu bizim təcilimiz. Gəlirik növbəti suala.